Bitenləri bölüşəcəm sizinlə, bu ay bitirdiklərimi. Aviv'in bu esensini bitirmişəm. Bu çox qəşəng esensdir. Sakitləşdirici effekti var bunun. Məncə bütün dəri tipləri istifadə edə bilər. Aksesuar bu məndə ikinci ya üçüncü qutuda bitirdim. İki tərəfli nəmləndiricisi. Çox qəşəng məhsuldur. Qarışıq və yağlı dəri tipləri məncə daha çox bəyənər. Ziyaja markasının bu toneri idi. Bunu mən daha çox fırça və yaxud da süngəri islatmaq üçün istifadə etmişəm. Ona görə elə bir fikrim yoxdur. Onun bu günəş kremini bəyənərək istifadə etdim, bitirdim. Bunu tərkib olaraq çox bəyəndim. Bu yarımat dişli günəş kremidir. Bunu qarışıq yağlı dəri tipləri çox bəyənərək istifadə edər. Vanilako çox bəyəndiyim balm. Çox sevirəm bunu. Bütün dəri tiplər üçün uyğun olan balmdır. Bunu böyük boyunu açmışam. Kremponun bu nəmləndiricisi hyaluronik asid tərkibli. Bu yaxşı nəmləndiricidir, ancaq mənə görə bu 25 yaşlı, məsəl üçün gənc cildlər üçün, 30 yaş üstü cildlərə görə məncə biraz zəif qalır. Innisfree günəş kremi, bu markanı mən çox bəyənirəm, bütün məhsulları mənə görə çox qəşəngdir. Bu waterproof günəş kremi idi, suya dayanıqlı, yəni ki, qəşəng günəş kremi idi, almağa dəyən bir məhsuldur. Dalba, bundan neçəncini bitirirəm bilmirəm. Sprey halında serumdur. Yaz aylar üçün bu xilas edicidir demək olar. Mini boyuydu, mən də böyük boyunda bitirmişəm. Bundan yenə istifadə edəcəm. Sunbyme retinollu göz kremi. Mükəmməl, sadəcə mükəmməl deyə bilərəm. Bunu tək gözünüzə yox, ağız ətrafı, boğaz hissənizə və s. istifadə edə bilərsiniz. Çox qəşəng məhsul idi. Medipil peptid serum. Çox qəşəng məhsuldur, yəni bunu almağa dəyər təbii. Anleşanın bu lip balmı, bunu tam olaraq bitirməmişəm. Sadəcə qırıldığı üçün atmaq məcburiyyətində qaldım. Çox qəşəng nəmləndirir. İçərisində də belə kiçicik parıltılar var. Çox yumuşaq eləyir dodaqları. Onu qeyd edə bilərəm ki, L'Oreal'ın 2 ədəd saç məhsulunu bitirmişəm. Bu sprey serumdur. Mən bunu daha çox saçları darayarkən istifadə edirdim. Bir də Elidor'dan belə bir saç kremi bitirmişəm. Bu 7'si birində saç kremidir. Saça parıltılıq verirdi. Yəni pis deyildi. Hər iki məhsul yəni əlinizin altında olsa yaxşı olar. Saçlar üçün bitirdiyim məhsullar bunlar idi. Bu qədər.